Axşam saat 1'ə 14 dəqiqə işləmiş adam bıçaqlanıb. Nazik tutulmamalıdır. Mənə bax, qaqaş. Bax mənə. Bax, gör sənə nə qədər yaxşılıq edeyim. Niyyətiniz yaxşıdır. Əməli səhvdir. Vurulmalıydı, vuruldu da. Özünü hörmət edən oğlana söyüş söyməzdi. Hərən bir prinsip var, Adil. Bizim də prinsipimiz əyri düzə düz deməkdir. Çox oğlanları elədiyi səhvin dərəcəsinə görə cəzalandırmışıq. Baxır nə səhv edir. Amma qardaşım da olsa, bir şeyi heç vaxt bağışlamıram. Bilirsən nə? Satqınlıq. Satqınlıq bizim aləmdə ən ağır səhvlərdən biridir. Elə murdar şeydir ki, onu nə bağışlamaq olur, nə də silmək. Cəzası da ağır olur. Kim varım? Sənə 48 saat vaxt. Ortalıqda siz barədə eşitmişəm. Yaxşı eləmisən. Nə məsələdir? Bir dənə nedrazumeniya var. Danış görək, nədir o? Deyəsən sizin qabağınızda priqrada yoxdur. Elə bilirsiniz, palajeniya baxırsınız burada. Oğlum, yadında saxla. Bugün verdiyin hər səhv qərar, attığın hər səhv addım sabah sənə baha başa gələcək. Mən elə eləyəcəm ki, sənin izin tozun da buralarda qalmayacaq. Lap eləmədə, rəis. Mən buralarda lazımlı adamam. Mən bilməzdim ki, dost dediyimiz adam bizim bir sözümüzü iki eləyər. Sənin nöqsanın. Bu vaxta kimi biz cəmaatın söhbətini rişat eləmişik. İndi istəmirəm bunlara görə kiminsə yanında baş aşağı olaq. Boş-boş danışma. Sən özün də yaxşı bilirsən ki, elə şey heç vaxt ola bilməz. Mən bu başı kəsərəm, amma qoymaram aşağı olsun. Gördün qaqaş. Qaqaş, gördüyün üz verəndə nətər. Beləsi yaxşını qalan uğraşdır. İndi şikayət eləmək bizə yaraşmaz. Niyə? Bizə şikayət eləmək badlı olur. Hə? Bura bax, sizə kimsə ixtiyar verməyib ki, kiməsə ya da qorxa gələsiz. Bura dərəbəyli deyil. Başa düşdünüz? Qaqaş, bugünə kimi bizim sözümüz, hərəkətimiz eyni olur. Çünki bir-birimizdən gizlilimiz olmuyor. Hamıya da həmişə eyni yanaşmışıq. Onun əmisi, bunun dayısı belə söhbətlərimiz olmuyor. Sənə narahat edir? Mənə nə narahat edir? Ədalətli ol. O qaqaş, bu qorxur. Sifətinə bax, səni qorxur bu. Qaqaş, kişi ya qorxusunu boğur, ya da qorxu da boğulur. Davay, hərəkət verir.